Yaxşı, gəlin bir səyahətə çıxaq. Bugün biz nəhəng otaqları dolduran hesablama maşınlarından tutmuş, düz cibimizə sığan güclü cihazlara qədər uzanan heyrətamiz bir yoldan danışacağıq. Bir anlıq təsəvvür edin, 1946-cı il. İlk elektron kompüterlər o qədər nəhəng idi ki, onlara xüsusi, havalandırmalı, böyük otaqlar lazım idi. Bu sadəcə bir cihaz değildi, yox, bu bütün bir infrastruktur idi. İndi isə gəlin bu günə sürətli bir keçid edək. O otaq boyda olan nəhəngdən milyardlarla dəfə daha sürətli və daha güclü bir cihaz, yəni sizin smartfonunuz, indi ovcunuzun içindədir. Bu, həqiqətən də ağla sığmaz bir sıçrayışdır. Yaxşı, bəs bütün bunlar necə baş verdi? Biz bu texnoloji möcüzəyə necə gəlib çıxdıq? Və daha da vacibi, o qara qutunun içində əslində nələr fırlanır? Gəlin bütün bunları aydınlaşdıraq. Hər şeyin necə başladığını anlamaq üçün gəlin zamanda biraz geriyə gedək və kompüterlərin 4 əsas nəslinə, yəni 4 böyük mərhələsinə nəzər salaq. Deməli, hər bir nəsil kompüterləri daha kiçik, daha sürətli və daha etibarlı edən böyük bir texnoloji kəşfə əsaslanırdı. Əvvəlcə nəhəng və kövrək vakum lampaları vardı. Sonra onları daha kiçik və etibarlı tranzistorlar əvəz etdi. Daha sonra yüzlərlə tranzistoru bir çipə yerləşdirən integral sxemlər meydana çıxdı və nəhayət bugün istifadə etdiyimiz hər şeyin ürəyi olan mikroprosesorlar yarandı. Fərq sadəcə ölçüdə deyil, həm də gücdədir. Özü də ağla sığmaz dərəcədə. Bir anlıq düşünün, ilk nəsil kompüterlərin bir neçə saata gördüyü bir işi sizin telefonunuz indi göz qırpımında saniyənin cüzi bir hissəsində yerinə yetirir. Yaxşı, tarixi bir kənara qoyaq. Gəlin görək bu kompüterlər necə işləyir. Bütün bu fərqli cihazların, notebookların, telefonların, hətta ağıllı saatların ortaq cəhəti nədir? Cavab, von Neumann arxitekturası adlanan dahi bir konsepsiyadır. Bu, demək olar ki, bütün müasir kompüterlərin DNT-si kimidir. Bu modelə görə hər bir kompüter 4 əsas fundamental hissədən ibarət olmalıdır. Və budur o möhtəşəm plan. İlk baxışdan çox sadə görünür, deyilmi? Amma bu 4 fundamental hissə, giriş, yaddaş, prosesor və çıxış birlikdə bizim bütün rəqəmsal dünyamızı yaradır. Gəlin indi bu hissələrin hər birinin içinə baş vuraq və görək orada nələr baş verir. İndi isə gəlin kompüterin, belə desək, tam mərkəzinə, onun beyninə daxil olaq. Bütün əsas işlərin görüldüyü yer məhz buradır. Prosesor. Prosesor, yəni mərkəzi prosesor qurğusu və ya qısaca CPU, bütün sistemin mühərrikidir. O, proqramlardan gələn bütün təlimatları alır, bütün riyazi və məntiqi hesablamaları yerinə yetirir, siz klaviaturada bir düyməyə basanda, siçanı tərpədəndə, bütün bu əmrləri alan və icra edən məhz odur. Yaxşı, bəs bir prosesorun nə sürətlidir? Əsasən iki şey. Birincisi, onun tak tezliyi. Bunu bir növ ürək döyüntüsü kimi düşünün. Nə qədər sürətli döyünürsə, bir saniyədə o qədər çox əməliyyat edə bilir. İkincisi isə nüvələrin sayıdır. Müasir prosesorlarda bir neçə nüvə olur. Bunlar eyni anda bir neçə işi görə bilən əlavə beyinlər kimidir. İndi isə planımızın növbəti hissəsinə yaddaşa keçirik. Bilirsiniz, kompüterin yaddaşı da eyni ilə bizimki kimidir. Həm qısa müddətli yaddaşı var, həm də uzun müddətli və hər birinin öz işi var. Kompüter yaddaşını bir piramida kimi düşünə bilərsiniz. Lap yuxarıda prosesorun tam içində ultra sürətli registrlər var. Onlar yalnız həmin an işlənilən məlumatı saxlayır. Bir pillə aşağıda prosesorla əsas yaddaş arasında sürəkli bir körpü olan keş yaddaşı yerləşir. Daha sonra kompüterin iş masası olan RAM gəlir. Hazırda açıq olan bütün proqramlarınız məhz burada saxlanılır. Ən aşağıda isə ROM, yəni daimi yaddaş dayanır ki, o da kompüterə necə işə düşəcəyini öyrədir. Yaxşı, bəs siz power düyməsini basanda sehir necə başlayır? Hər şey ROM çipindəki BIOS adlı kiçik bir proqramla başlayır. BIOS oyanan kimi ilk işi bir yoxlama etməkdir. Klaviatura, monitor, hər şey yerindədirmi? Buna post prosesi deyilir. Hər şey qaydasındadırsa, BIOS əsas proqramı, yəni Windows və ya Mac OS kimi əməliyyat sistemini yükləməyə başlayır. Bu proses isə boot adlanır. Fayllarınızı, şəkillərinizi, musiqilərinizi saxladığınız yer isə xarici yaddaşdır. Ənənəvi HDD-lər fırlanan desklərdən istifadə edir və böyük həcmi ucuz qiymətə təklif edir. Daha müasir SSD-lər isə flash yaddaşı əsaslanır, yəni hərəkət edən hissəsi yoxdur. Bu da onları qat-qat sürətli və davamlı edir. Səyahətimizin son hissəsinə gəlib çatdıq. Artıq kompüterin beynini və yaddaşını anladıq. Yaxşı, beyni var, yaddaşı var, bəs biz bu maşınla necə danışırıq? Bax,
Giriş qurğuları bizim kompüterlə danışmaq üçün istifadə etdiyimiz vasitələrdir. Klaviatura, siçan, mikrofon, web kamera, bunların hamısı bizim istəklərimizi, sözlərimizi, hərəkətlərimizi kompüterin anlaya biləcəyi rəqəmsal siqnallara, yəni 0 və 1-lərə çevirir. Çıxış qurğuları isə bunun tam tərsidir. Bu, kompüterin bizə cavab vermə üsuludur. Monitor, dinamiklər, printer, bütün bunlar kompüterin beynindəki o 0 və 1-ləri bizim görə, eşidə və ya əlimizdə tuta biləcəyimiz bir şeyə çevirir. Gəlin əsas çıxış qurğusuna, monitora baxaq. Ekrana çox yaxından baxsanız, minlərlə kiçik işıq nöqtəsi görərsiniz. Bax, onlardır piksellər. Çözümlülük isə sadəcə ekranda nə qədər piksel olduğunu göstərir. Nə qədər çox piksel varsa, görüntü də bir o qədər kəskin və detallı olur. Bəs məlumatı kağız üzərinə necə köçürürük? Matrisli printerlər artıq çox köhnəlib. Şırnaqlı printerlər mürəkkəb püskürdərək işləyir və rəngli şəkillər üçün əladır. Lazerli printerlər isə toner tozundan istifadə edir və ofislərdəki kimi sürətli və böyük həcmli mətn çapı üçün idealdır. Beləliklə, bütün bu səyahəti yekunlaşdırsaq nə görürük? Texnologiya nə qədər dəyişsə də, o təməl plan. Von Neumannın 10 illiklər əvvəl təklif etdiyi o sadə amma dahi 4 mərhələli prinsip, giriş, emal, yaddaş və çıxış hələ də istifadə etdiyimiz hər bir rəqəmsal cihazın mərkəzində dayanır. Bu, həqiqətən də başgicəlləndirici bir irəliləyişdir. Baxın, biz 80 ildən az bir müddətdə nəhəng otaqlardan ciblərə sığan cihazlara keçdik. Bu sürəti nəzərə alaraq bir anlıq düşünün, sizcə növbəti addım nə olacaq? Gələcəyin kompüterləri həyatımızı daha necə dəyişəcək? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.